57 nömrəli test nümunəsi. Choose the correct variant. Doğru variantı seçin. Bu test nümunəsi abituriyentlərimizin artikellarla bağlı biliklərinin yoxlanmasına yönəldilmişdir. Abituriyentlərimiz bilməlidirlər ki, e və ya n qeyri-müəyyən artikellardır və bu artikellar işlədilərkən xüsusi diqqət yetirmək lazımdır. E artikli samitlə başlanan isimlərlə, n artikli isə saitlə başlanan isimlərlə işlənir. Amma abituriyentlərimiz diqqətli olmalıdırlar. E və n artikli ilk olaraq ismin təkliyini bildirir. İkinci tərəfdən isə e və n artiklinin sait və ya samitlə başlanan isimlərlə işlədilməsini biz onun yazılışına görə deyil, sözün mütləq tələffüzünə görə müəyyən olduğunu bilməliyik. Ona görə də gəlin cavabları nəzərdən keçirək. Birinci, an useful dictionary. Burada useful sözü u saiti ilə yazılmasına baxmayaraq y samiti ilə tələffüz olunduğu üçün onun qarşısında an artiklinin işlədilməsi yanlışdır. İkinci bəndimiz, an honorable diploma. Honorable sözü h hərfi ilə, yəni h samiti ilə yazılışda başladığına baxmayaraq burada h səsi yoxdur. Ona görə də biz an honorable diploma deyə bilərik və ikinci bəndimizdə verilən birləşmə doğrudur. Üçüncü, an old woman. Bu birləşmədə woman sözünün cəm forması women şəklində verilmişdir. Biz qeyd etdik ki, en qeyri-müəyyən artikli tək isimlərlə işlənir. Ona görə cəm isimlərlə bunu işlətmək olmaz. Doğru cavabımız üçüncü bənddə deyil. An easy exercise. Bu doğrudur. Asan çalışma deməkdir. An uncertain situation. Qeyri-müəyyən situasiya, vəziyyət. Bu da doğrudur. Deməli, dördüncü və beşinci bəndlərimizdə doğrudur. Doğru cavabımız müvafiq olaraq 2, 4, 5 B bəndidir.